Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ifrazat sistemimiz haqqında danışacağıq. Bilirsiniz ki, bədənimizdə davamlı olaraq maddələr mübadiləsi prosesi baş verir. Bu maddələr mübadiləsinin parçalanma məhsullarını orqanizmdən xaric etmək lazımdır. Bunun üçün bizim bəzi orqanlarımız var. Maddələr mübadiləsinin son məhsullarını bədəndən çıxaran orqanlarımız. Deməli, bunlara aiddir tərvəzləri, böyrəklər, bağırsaqlar, ağciyərlər və qaraciyərlər. Tərvəzlərimiz vasitəsilə bədənimizdəki su və mineral duzlar qismən də sidik cövhəri xaric olur. Tərimizin qoxmasının da səbəbi sırf budur, yəni az miqdarda sidik cövhərinin də olması. Böyrəklər vasitəsilə su, mineral duzlar, sidik cövhəri və zəhərli birləşmələr xaric olunur. Bağırsaqlar vasitəsilə su və mineral duzlar, həmçinin həzm olunmayan qida qalıqları bədəndən xaric olunur. Ağciyərlərimiz vasitəsilə karbon qazı və su xaric olunur. Verdiyimiz havada suyun miqdarı bilirsiniz ki, artır. Qaraciyərdə də azotlu birləşmələr və eritrositlərin parçalanma məhsulları xaric olunur. İfrazat sistemi orqanlarımız hansılardır? Ümumilikdə 6 orqana aiddir bura. Böyrəklərimiz 2 ədəd, sidik axarları 2 ədəd, sidik hissəsi və sidik kanalı isə hər birindən 1 ədəd. Bu gördüyünüz böyrəklərimizdir. Hər birindən ayrılır sidik axarı, toplanır sidik hissəsinə və kanal vasitəsilə bədəndən xaric olunur. Danışaq böyrəklərimiz haqqında. Böyrəklərimiz paxla şəkilli orqandır. Uşaqlar həmişə deyir paxlava, xeyr, paxla şəkilli orqandır. Harada yerləşir? Qarın boşluğunda, bel tərəfdə, onurğanın yanlarında yerləşir. 120-170 qrama bərabərdir. Uzunluğu 10-12 sm, eni 5-6-dır. Deməli, qanı böyrək nə edir? Böyrək qanı süzür, lazımsız məhsulları onun içindən ayırıb sidiyi yaradır. Qanı süzür, lazımsız məhsulları ayırır və sidiyi yaradır. Sidik axarlarının funksiyası nədir? Sidik toplanmalıdır sidik hissəsində uşaqlar. Böyrəkdə yaranır, sidik hissəsində toplanır. Sidik hissəsinə çatmaq üçün də axarlara ehtiyacı var. Yəni, axar vasitəsilə gəlir sidik hissəsinə. Uzunluğu 25-30 cm-dir. Baxın, iki boşluqda yerləşəcək. Çünki böyrəklərdən başlanğıc götürür, yəni qarından başlanğıc götürür ki, sidik hissəsinə gedir. Demək, çanaq boşluğunda da yerləşir. Bəs hardan başlanğıc götürür? Bax, bu böyrəyin basıq tərəfindən, içəri basıq tərəfindən başlanğıc götürür. Bəs sidik hissəsi nədir? Sidik hissəsi sidiyin toplandığı yerdir. Çanaq boşluğunda aşağı tərəfdə yerləşir. Həcmi 500 millidir, amma bunun 4də 1-i dolduqda artıq insanda sidik ifrazı ehtiyacı yaranır, yəni 125 millisi. Davam edirəm. Sidik kanalda sidiyi xaricdən çıxaran orqandır. Böyrəklərimizdə 2 qat mövcuddur. Xarici qat, tünd qabı qatı, daxili qat isə açıq rəngli beyin qatıdır. Quruluşuna baxaq, burada bizə qabı qatını göstərib və daxilində olan beyin qatı, görürsünüz, beyin qatında yerləşir böyrək piramidləri, həmçinin burada böyrək ləyəni, piramidlər ləyənə açılır, ləyəndən də sidik axarına başlanğıc mövcuddur. Nefron haqqında danışacağım indi isə, böyrəkdə bu əsas işi görən, bu süzülmə prosesini görən nefrondur. Yəni, nefron böyrəyin quruluş və funksional vahididir. Piramidlərin daxilində yerləşir. Hər böyrəkdə deyəcəksiniz 1 milyon nefron mövcuddur. Hər böyrəkdə 1 milyon. Qabıq beyin qatı deyə ayırmayacaqsınız. Həm qabıq qatında yerləşir, həm beyin qatında yerləşir. Hansı hissələrdən təşkil olunub? Cisimdən və borucuqlardan. Cisim budur uşaqlar. Bu gördüyünüz kapsuldur. Bir də içərisində kapilyar yumaqçığı var. Qan damarları, damar şəbəkəsidir, belə deyək. Bu adlanır cismi. Yerdə qalan bu hissələri də borucuqlarıdır. Bura qədər qoyuram. Bura nefrona aid deyildir. Baxın, burada da nefronun şəklini bizə mikroskopik daha dərindən göstərir ki, piramidlərin tərkibində belə-belə nefronlar var. Mən buradan borucuqlarını görürəm, kapilyar şəbəkəsini görürəm. İndi hər biri haqqında danışacağıq. Nefronun quruluşuna gəlin, baxaq. Nələrdən təşkil olunub bir də deyək. Qədəhə bənzər kapsuldur. İçərisində kapilyar şəbəkə, yəni damar şəbəkəsi gəldi. Baxın, bu böyrəyə gələn damar, böyrək arteriyası, çıxan damar, böyrək venası. Sonra baxın, burada görürük, qədəhə bənzər kapsuldan, burada gətirici arteriya, bura çıxarıcı arteriyadır. Çıxarıcı arteriya gəlir, bax, bu birinci dərəcəli borucuqlardır, bu ikinci dərəcəli kanalcıqlar, yəni birinci dərəcəli qıvrım kanalcıq, ikinci dərəcəli qıvrım kanalcıq. Burada aşağıda isə Henle ilgəyi
yerləşir. Bu deməli damar çıxır borucuqların, kanalcıqların ətrafında kapilyar şəbəkəsini əmələ gətirir. Damarları onsuz bir dəfə də izah eləyəcəm. Əvvəlcə sizə deyim ki, bu sidik toplayıcı borucuq var ha, bax bu toplayıcı kanal yazılıb qıraqda. Bu nefrona aid deyildir. Yəni nefron gedir borucuğa açılır sadəcə. Nefronun bir hissəsi deyildir və bir dənə borucuğa uşaqlar bir neçə dənə nefron açılır. Baxın bir borucuğa bir neçə nefron. Demək ki, bir neçə deyirəm də, nefronun sayı sidik toplayıcı borucuğun sayından daha çoxdur. İndi gəlin böyrəklərin bu qanla təchiz olunması və sidiyin yaranması prosesindən ətraflı danışaq. Uşaqlar, böyrəklərdən bir dəqiqədə 1 litr qan keçir. Bu da sutkada 1440 dəqiqə olduğu üçün 1500-1700 litr qan deməkdir. Hansı damardan ayrılır böyrəyə gələn qan? Qarın aortasından. Böyük qan dövranı vasitəsilə ürəyin sol mədəciyindən deməli deyəcəksiniz aorta, qarın aortası, böyrək arteriyası vasitəsilə daxil olur böyrəyə, böyrək venası vasitəsilə çıxır böyrəkdən və bu da açılır aşağı boş vena vasitəsilə yenidən ürəyin sağ qulaqcığına qayıdır. Yaxşı, bəs bu böyrəyə qan niyə gəlir? Gəlir ki, sudan, mineral duzlardan, sidik cövhərindən təmizlənsin. Biz dedik axı, böyrəklərimiz bədənimizi təmizləyən orqanlardır. Gəlin indi ardıcıllıqla baxaq görək burada ilk sidik necə yaranır. Yəni sidik deyirsiniz ilk nədir, son nədir? Bəli, sidik əvvəlcə ilk sidik şəklində yaranır, sonra reabsorpsiya prosesi baş verir və nəticədə son sidik yaranır. Bir-birindən miqdarına görə fərqlənirlər, tərkibinə görə fərqlənirlər, yarandığı yerə görə fərqlənirlər. İndi gəlin diqqətlə bu şəklə baxaq. Baxın, deməli, böyrək arteriyasından bu kapsula daxil olan damar gətirici arteriyadır, çıxanda çıxarıcı arteriyadır. Gətirici arteriya vasitəsilə qədəhə bənzər kapsula, deməli bu arteriya daxil olub, burada kapilyar yumaqçığı əmələ gətirir. Elə bax bu kapilyar yumaqçığın tərkibində də deyəcəksiniz, süzülmə prosesi baş verir. Yəni qan plazması süzülür və nəticədə ilk sidik yaranır. Qan plazması süzüldü, ilk sidik yarandı. Qan plazması süzüldü, ilk sidik yarandı. İlk sidiyin tərkibində nə keçir uşaqlar? Gəlin burada baxaq. Tərkibində olacaq sidik cövhəri, lazımsız su, mineral duzlar, ölmüş hüceyrələr, glikoza. İndi bunun içində lazımlı olanlar var, onu geri alacağıq. Hələlik amma budur. İlk sidiyin tərkibində sidik cövhəridir, sudur, mineral duzlardır, ölmüş hüceyrələrdir, glikozadır. İlk sidikdə miqdarına gəlin baxaq. Ümumilikdə demədimmi ki, 1500-1700 litr qan keçir sutka ərzində. Bunun cəmi 10%-dən ilk sidik yaranır. Yəni 150-170 litri ilk sidiyə çevrilir. Sonra qədəhə bənzər kapsuldan gəlin bir dənə bu sidiyin keçdiyi yola baxaq. Uşaqlar, baxın. Qoyum buranı sileyim. Davam edirik. İndi burada süzülmə prosesi baş verdi. Bu kapsuldan getdi bu kanalcıqların tərkibinə bu sidik. Damar şəbəkəsi də təbii ki, baxın burada çıxarıcı arteriyada gəlib burada kapilyar şəbəkəsi əmələ gətirib. Bax, kapsuldan çıxdıq. Kapsulda ilk sidiyimiz yarandı. Keçdik indi bu kanalcıqlara, ətrafındakı damara baxaq görək burada nə baş verir. Uşaqlar, burada da son sidik yaranacaq. Son sidik reabsorpsiya prosesi nəticəsində yaranacaq. Yəni, bax bunun tərkibində olan ilk sidik, bu borucuqlarda olan ilk sidikdə reabsorpsiya prosesi baş verir. Yəni geriyə sorulma prosesi. Reabsorpsiya, geriyə sorulma prosesi baş verir. Yəni lazım olan məhsullar geriyə sorulur. Niyə deyərsiniz? Ay uşaqlar, 150-170 litr sidiyi bədəndən xaric eləmək olmaz. Həddindən artıq su itirərik, daxili maye mühitimiz pozular, olmaz yəni. Ona görə lazım deyil bizə 150 litr sidik xaric eləmək. O geriyə sorulma prosesi baş verir, qidalı maddələr geriyə sorulur. Glikozanın hamısıdır, sudur, mineral duzlardır, geriyə sorulurlar və nəticədə yaranır son sidik. Son sidik miqdarda 1,5 litr deyəcəksiniz. Deməli, geriyə sorulma prosesi baş verdi. Bax, bu kanalcıq kapilyarlarında reabsorpsiya prosesi baş verdi və nəticədə 1,5 litr son sidik yarandı deyəcəksiniz.
Sonra nəyi izah eləyim sizə? Hələ ki saxlayaq sidiyin çıxıb hara gedəcəyini. Bir dəfə də bu bir dəfə də baxaq görək nə baş verdi bu nefronlarda. Deməli, baxın uşaqlar, gəldi gətirici arteriya vasitəsilə qan bura, kapsula gəldi, süzülmə prosesi baş verdi, ilk sidik yarandı. İlk sidik keçdi buradan kanalcıqlara, ətrafındakı bu damarlarda geriyə sorulma prosesi baş verdi də. Yenə bu damarın içərisinə keçdi lazımlı olanlar, lazımsız olanlar da gəldi, açıldı buradan sidik toplayıcı borucuğa. Lazımlı olan, bədənimizə lazımlı olan o geriyə sorulan maddələr vena ilə çıxdı, getdi yenə bədənimizə. Lazım olmayan, bax bu son sidikdə töküldü sidik toplayıcı borucuğa. Sidik toplayıcı borucuğun getdiyi yola baxaq. Lazımlı maddələr heç nə, həmin o damarlardan vena ilə çıxdı, getdi. Yerdə qalan bu sidik, son sidik, sidik toplayıcı borucuqdan açıldı piramidə. Sonra böyrəkləyənlər sidik axarları vasitəsilə sidik kisəsinə töküldü. Sidik kanalı vasitəsilə də bədəndən xaric olundu. Gəlin baxaq bir də görək ilk sidik harda yarandı? Bu kapsulun tərkibində, qədəhə bənzər kapsulun tərkibində və son sidik harda yarandı? Kanalcıqların tərkibində, kanalcıqlarda. Uşaqlar, sidik ifrazı necə idarə olunur? Mərkəzi onurğa beyninin oma şöbəsindədir. Mürəkkəb bir refleksdir bu və baş beyin yarımkürələr qabığının nəzarəti altında fəaliyyət göstərir. İnsan ümumiyyətlə 2-3 yaşından sonra bu sidik ifrazını ləngidə bilər istədiyi kimi və insanın böyrəyinin fəaliyyəti arta bilər. Nə vaxt? Çox maye qəbul eləyəndə və çəkisizlik şəraitində. Sonra bizdən deməli bu daha çox testlərdə bu damarlar vasitəsilə suallar verilir. Damarlar haqqında da hansı damarın tərkibində su, hansında glikoza, hansında sidik cövhəri və s. çoxdur, onu da demək istəyirəm. Mən sizə bu şəklin üstündə deyəcəm, bura rahatdır. Deməli, uşaqlar, su hansında çoxdur desə, gəlin damarları rəqəmlərlə işarələyək. Bax, bu gətirici arteriyaya deyək 1 damarı, çıxarıcı arteriyaya deyək 2, böyrək venasına da deyək 3. Deməli, su hansında çoxdur? Su çoxdur gətirici arteriyada. Sonra gəldi burada süzüldü deyə, süzüldü bu kapsulun içinə, kapsuldan boruya keçdi, axı damara keçmədi. Ona görə 2-də ən azdır, çıxarıcı arteriyada azdır. 3-də isə çoxdur. Böyrək venasında yenidən burada geriyə sorulma prosesi baş verdi. Elə bil gələndə çox idi, gəldi burada süzülüb boruya keçdi, damara keçmədi axı, 2-yə çıxarıcı arteriyaya keçmədi. Ona görə 1 böyükdür 3-dən, o da böyükdür 2-dən. Glikoza da eyni 1 böyükdür 3-dən, o da böyükdür 2-dən. Sidik cövhərini soruşsa, deyəcəyik ki, 1 çoxdur, ən çoxdur 1-də, 2 ilə 3 də bir-birinə bərabərdir. Oksigeni, karbon qazını da soruşsa, bilirik ki, gələndə böyrək arteriyasında çoxdur, venasında oksigen azdır, karbon qazı da əksinə. Məsələn, soruşsa sizdən ki, duzun, sidik cövhərinin miqdarı ən azdır, deyəcəksiniz böyrək venası. Nəyə görə? Bu duz, sidik cövhəri gəlib ki, bu böyrəkdə təmizlənsin də, böyrəkdən çıxan damarda, yəni vena damarında artıq daha da az olacaq. Qatılıq məsələsi isə, bax, məsələn, sidik cövhərinin qatılığını soruşsa, sidik axarında çox olacaq. Nəyə görə? Çünki sidik axarının tərkibində nə maye varsa, onun əsas hissəsi sidik axarıdır. Ən az olacaq sidik cövhərinin qatılığı az böyrək venasında, sidik cövhəri gəlib böyrəklərdə süzülür. Daha böyrək venası ilə çıxmamalıdır bədənə bir də təzədən. Sidik axarından nisbətən azdır böyrək arteriyasında. Dediyim kimi, qatılıq axarda daha çoxdur. Sonra böyrəkdə xəstəliklərdən danışsaq, daşlardan yarana bilərik. Ümumiyyətlə, sidik hissəsi iltihabı var, sistit adlanır, bunu yadda saxlayırsınız. Deməli, böyrəklərdə daşlar toplanması niyə toplanır? Maddələr mübadiləsi pozulması nəticəsində. Elə ola bilər ki, kiçik dənələr şəklində olsun, heç bir ağrı verməsin. Bəzən də böyük olub, yəni insanı incidə bilər bədəndən xarici olduqda. Sonra böyrək çatışmazlığı problemi var. Böyrək çatışmazlığı əlamətləri təng nəfəslik, halsızlıq, qan təzyiqi qalxması, bədəndə ödem, yəni şişliyin olmasıdır.
Bunun üçün də yəni böyrək köçürülməlidir o heç, amma deməli böyrək çatışmazlığı olan xəstələri dializ aparatına qoşurlar vəziyyət ağırlaşanda. Həftədə 2-3 dəfə 4-6 saat çəkən bir prosesdir. Müalicə vasitəsi deyil, yadınızda saxlayırsınız, sadəcə xəstənin ömrünü biraz uzatmağa, biraz xəstənin vəziyyətini yaxşılaşdırmağa kömək edir. Nəsalam, videomuz bura qədər. Ümid edirəm ki, sizin üçün aydın olar. Əsasda bu geriyə sorulma ilk sidik, son sidik məsələsi. Ümid edirəm ki, dediyim kimi faydalı olar. Faydalı olsa videonu bəyənib şərh yazarsınız. Rəylərinizi gözləyəcəm sizdən. Həmçinin videonu yoldaşlarınızla da paylaşa bilərsiniz. Kanala abunə olun ki, yeni yüklədiyim videolardan xəbərdar olasınız. Sağ olun, salamat qalın.